İndi beynimə düşüb hər şey ağ rəngdə. Sadə, hər şey ağ. Patolog, divar, yer, göy, mebel, pərdə, hamısı ağ rəngi olsun. İndi gələnlə elə bir ev arzu eləyirəm inşallah. Ay. Cə. Baxırsan? Elə hürərəm ki. O yıxdı yəsini. Mən bir dənə it bir şey səs çıxardıram ki. Kopyada yəni. Üç qurqda gəzim, yediyimi əridim. Bax, budur, bax, həyat budur. Yersən, içirsən, gəzirsən. Mehmet müəllim söz verib, gələn həftədən mənlə gəzəcək. Prosta indi biraz açılışla bağlı, o obyektin açılışla bağlı saat 10-11'e qədər işin üstə dayanır dostlar, ona görə. Это какой район? Рязанский район. Рязанский район. Metro Okskaya. O değil metro Okskaya. Bizim Okskaya metronun böyründəyim. Hiç səs deyir çıxart Nicat. Üzərə lənət ay Nicat. Sizi güldürürəm, zarafat eləyirəm. Ben onu blok eləyim dostlar. Onu blok eləyim. Burada bir axmaq var. Mənə nəsə yazmır, özü üçün belə tərbiyəsiz sözlər yazır. Şərəfsiz. Eləsinə Allaha and olsun, Qurana and olsunlar. Demirəm də, bildiniz də. Prosta icazə yoxdur da. O şeylərə heyf ki. Amma bilirəm ki, olmaz Bizə quruqda gəzim. Həmşəli ora köçmüşəmmi? Nə qədər ki, məni burada bu indi getdiyim qiymətə toylara aparacaqlar. Buradayıq. Ondan sonra da həyat yoldaşıma deyəcəm. Biraz İstanbula ya. Görək də vəziyyətə baxacaq. Bakının təbiəti mənlik deyil, qətiyyən. Külək sevmirəm, mən yaşıllığa aşıqıyam. Məsələn, Azərbaycanda yaşasam gedib harada yaşayıram? Qəbələdə, Göygöldə, Lerikdə, yəni belə yerlərdə. Orada da bilmirəm, darıxmıram. Burada darıxmağa macal olmur. Bura meşənin içində, hər yer, təyyarəyə qalxırsan, sabah paylaşaram buranın göydən görüntüsünü. Yəni, təbiət çox qəşəng, mən təbiət üçün. Yox, indi Bakıya elə yazmayın. Vətən söz yox, amma söhbət təbiətdən gedir. Təbiət. Mən təbiət aşıqıyam. Mən birdən baxıram. Bu mənim balkonumdur. Bax. Bax. Görün, görə bilirsinizmi? Cam balkon. Bax, bu. Orada otururam. Bütün belə. Burada açıq balkon icazə yoxdur. Təhlükəsizlik baxımından. Sonra evlərə qaz verilmir. Həyətdə kaçıqar var. Evdə mayka ilə gəzirsən. Ya qışda çox istidir və o dərəcədə istidir ki, yəni o dərəcədə qışda ev istidir ki, bir ayın sonunda işıq, su, istilik o boyda da evdə işlədirsən, orta hesabla 100 manat kommunal, hamısı bir yerdə, bütün həyətin təmizliyi, blokun hər gün silinib təmizlənməyi, yəni bunları niyə deyirəm? Qiymət də ucuzdur. Mən elə bilirdim kommunal çox bahadır. Burada sən demə Moskvanın özündə ucuzuymuş kommunal. Podmoskoviyada bahadır. Qonşuyuq Xalidə xanım. Burada o gün bir dənə də qonşumuzu gördüm. Canlılaşmışdım. Canlını bağlayanda kafedə bir də gördüm bir xanım üstümə şığıdı. Buradan maçello tovuzluymuş. Bütün ətrafım tovuzlularıymış ki burada. Elə bil Bakıdasan. Mağaza, burada kirə mağaza var. İkisi tovlu şeylərindir. Azərbaycanlıların. Afik Bey, salam. Dəyərli müğənnimiz. Valla verilişə baxan varmı ki, kim hara gedir getsin. Şəxsən mən inanmıram kimsə. Hamınız verilişə bilirsiniz harada baxırsınız.
şeydə, sosial şəbəkədə oturub belə televizorun qabağında verilişə nə mübarvatları, evdar qadınlar açıq qoyarlar ki, orada nəsə də evdən səs gəlsin. Burada evlərin qiyməti 2 dəfə bahadır Bakıdan. 2 dəfə, 3 dəfə çox bahadır. İndi dünyanın ən böyük şəhəridir də, belə olmalıdır. Dünyanın ən böyük şəhəri. Görün nə deyirəm ha. Moskvanı dedim də. Çənəmlə bağlayıram, üşüyürəm. Şeyim zadım yoxdur. Nədir onun adı? Qırışım yoxdur. Prosta siz baxmırsınız, mən çöl çəkilişlərin hamısını vadalaska ilə edirəm ki, mən üşüyənəm. Salam yeni qoşulan dostlar. Bir tanələrim mənim. Siz mənə sualıma cavab verin görüm. Efrə mi baxırsınız afətin afətlə üzünə verilişinə mi? Yazın görüm. Mənim bir tanələrim. Oba, ona bax. Какой район? Город Москва, Рязанский район, metro Obskaya. Baxın, gətirib bax. Görürsünüz, bunlar itə olan sevgi. İnsanda it sevgisi, heyvan sevgisi varsa, o pis insan olanmaz. Məsələn, insan var, iti bir şey görür, təpik vurur, qaynar su tökür üstə. Mən onları insan saymıram. Hə, hamısı yazır, sizə baxırıq, sizə bax. Öpürəm sizi. Zaten mən canlı açanda efirlərdə baxış reytingi aşağı düşür. Bilirəm. Niyə indi? Hərənin öz işi var da. Bilirsiniz, bugünkü gündə Səidə xanımın çıxışına niyə alqış deyirəm? Çünki əslində Səidə xanım mənim keçən ildən bura dediyimi deyir. Çoxunuz da mənə yazırsınız. Nəyinə lazımdır, nəyinə lazımdır. Amma baxın, hər işin öz peşəkarı. Yalandan yerə universitet fəaliyyət göstərmir ki, universitetlər ondan ötürdü ki, gedib orada 5 il təhsil alasan, hələ bacarırsan, sonra müdafiə eləyəsən, magistr oxuyasan. Diqqətlə qulaq asın, sonra yazdıqlarınızı oxuyacağım. Danışıq qabiliyyətin ola. Gəlib efirlərdə hərə bir ləhcədə danışır, aparıcılar. Müğənni, qonaq ola bilər, ləhcə ilə danışsın, o problem deyil. Çünki müğənni mahnısını oxumağa gəlir, hər zonanın da bir danışığı var. Biz tərəf deyir, gəlirəm, gedirəm, nə bilim, Bakılılar deyir, bilirsiniz, gəlirsiniz məsələndə. Yəni bu, insan çıxıb efirdə nəyisə fikrini izah eləyəndə öz ləhcəsində danışa bilər. Amma aparıcı hərə bir ləhcədə danışanmaz, olmaz. Ona görə ki, sən xalqa nümunəvi, yəni sən televiziyadan o simasan da nümunəvi çıxışınla izləyici kütləsini özünə kitləməlisən, türklər demiş. Amma ora çıxıb hərə bir ləhcədə, hərə bir şeydə aparıcılardan gedir söhbət. Mən düşünürəm ki, heyf, o vaxt bədii şura var idi, gözəl aparıcılarımız var idi bizim, abırlı, gözəl, ismətli, bizim Nailə xanım, burnumuzun ucu görünür, Roza xanım Tağıyeva, sonra Ofeliya Sənani. Biz yəni onları görmüşük də, biz Sovetin uşaqlarıyıq. İndi bu şeyləri görəndə mən baxmıram efirə, bir mənalı, and olsun Qurana. Sosial şəbəkədən qabağıma çıxırsa məcbur da indi gözümüzə dörtürlər, baxmalıyıq. Başımda hinduşkan var, sənin də olsun. Belə papaq yazın görün, ikinci bir müğənnidə, ya elə kimdəsə, var mı yoxsa yox mu yazın. Qorxmayın ha, varsa da var da deyin plan kəsdə. Yazın. Qoy yazan pırtlasın. Qrammatikanı bilmirlər, cümlənin bilmirlər mübtədə nədir, xəbər nədir, təyin nədir, tamamlıq nədir. Cümlə qura bilmirlər. Valversdə yoxdur canım, Allah yoxdur. Bunu mən, bəli, ancaq Elza xanımda ola bilər. Eksklüziv giyimlər ancaq Elza xanımda ola bilər. Bax, buna bax, külək də vuranda zalımın qızın gözəlliyinə gözəllik qatır. Papamın qiymətini $600 50% endirimlə almışam. Aldırmışam. Hər dəfə deyirəm. Niyə villada yaşamıram? Mən qorxuram həyət evində yaşamaqdan. Çıqqıltı gəlsə ürəyim yatar. Belə danışmağıma baxmayın ha, guruldamağıma. Mən qorxanam qaranlıqdan zaddan belə. Villamız var idi, satdıq. Obyektə verdik. İndi remonta dayanıb, bu qarda, qışda saxlamışıq. Buna baxırsınız, həyatdır, həyat.
Müğənnilər canım, o bizə aid deyil. Pozğun bilirsiniz kimlərdir? Evli kişidən uşaq doğub at kimi üzə doğan bir doğanlardır. Onlar da, bəs mənim mübarizəm nədir? Bizim sənətin adına ləkə. Ay canım mənim. Ay gözəl izləyici. Qonşuyuq biz, düş gəl bəri. Gəl bir kartopu oynayaq. Bir yazıb qonşuyuq. Burada bütün binalar bir-birinə oxşayır. Mən Amerika trendinə düşmüşəm, görmüsünüz? Nələr gördü ya. Bəx canlımda onunla bağlı cavab verdim, xeyr. Siz mənim Amerika trendimə düşməyimi görmüsünüz bu mahnı ilə. Hə? Düzəldim özüm. Gel beni attım, gel beni attım, adını qəlbə yazdım, adını qəlbə yazdım. Bax bununla partlatmışam. Ay bu da başqa cür gözəldir. Bunun paltarına baxırsınız. Ay göstərim. Ana. Bir şey yok. Çok qəşəngdir. Hə, bu mahnımı Amerika trendi şəxsən mənim təbrik elədi bu mahnımla. Həmiz əzbərləmişəm. Gecə yatanda da beynimdə oxuyuram. Onunla yuxuya gedirəm. Mamedi görəm deyirəm. Gəl məni addım, gəl məni addım, adımı qəlbə yazdım, adımı qəlbə yazdım. Necədir? Ay yox, yaxşıdır. O qız öz zəhməti ilə də zarafat bir yana biraz lağlağı eləyirik, amma mahnının özünü gülmək üçün oxudum. Amma o qız da Allah onun da ruzusunu versin. Yazıq qız nə edir ki, mahnı oxuyub da yaxşı edir. Sizi güldürmək üçün edirəm. Amma qızı dəstəkləyin ha. Elə qızları dəstəkləyin. Öz zəhməti ilə, öz qabiliyyəti ilə. Hə də tutuzdurub da kişinin qızı. Gedib bir doğmayıb ki. Yaxşı eləyib. Əlinin içindən gəlib. Hələ gəlsin mənim efirimə afətlə üzünə verilişinə. Görsün onu bir gündə lap zvezdirim. Amerika qlobalına deyir düşmüşəm, trendinə düşmüşəm. Amerika nədir? Amerika düzdür. Bugün dünyanın ən inkişaf eləmiş ölkəsi olsa da mən onu səsini aya göndərəcəm. Gəlsin mənim canlıma qoşulsun deyin. Bir dənə də gəzim bir quruq sizlə. Keyifli dəqiqələrdir. Sizin hesabınıza gəzdim ha bir belə. Papağım qəşəkdir. Səsi deyir pisdir, onun yox. Özünə məxsusdur da indi. Elə Allah Taala həriyə bir səs verib də. Öz əlində deyil ki. Papaq superdir. Ay bala, birinci dəfə görürsünüz ki bunu. Nə gözəldir be. Görün hara qədər yığıblar qar topalarını. Məndən hündürdür. Gedim yanında da. Bax. Görün. Düz mən hündürlükdədir. Salam Peter'e də salamlar. Bu sezon Peter'dən gələn toyların hamısına zanit oldum. Götürə bilmədim. Gec dedilər. Gec dediniz, gec qaldınız. Artıq sentyabr yazırıq. Apreldə də 2-3 dənə gün var, boş qalıb. Onları da heç istəmirəm gəlsin toy, çünki 1-2 gün boş günüm olsun da, yazıq deyiləm mi? Mən Tomskaya da salamlar, Günel xanım. Mənim Tomskada yaşayan Azərbaycanlara ateşli salamım var buradan. Çox qonaqpərvərdilər. Çox. Darıxdım sizin üçün ha. Papağım peçatdı. Bəs canlı açanda müğənni gərək belə qeyri-adi papaq qoysun. Qeyri-adi şey danışsın. Bakıya deyil, Kaşqar yağardı. Hər yerin öz iqlimi var. Yanındakı da sürüşmür. Sürüşə gedim. Qəşəng yediyimi əritdim. Bir 10 dəfə dəyilib qalxacam. Gedim görüm orada. Uşaqlar dağılışdısa. Biraz arıqlamaq üçün oruç tutmaq qəbul. Bilmirəm, mən arıqlamaq üçün oruç tuturam. İndi günahdır, savabdır. Allah keçsin günahımdan. Nə bilim. Tuturam da arıqlamaq üçün.
Mədəm balacalaşıb əsas odur. Əvvəllər yediyimi indi yeyə bilmirəm. Sıraz doyuram, qalxıram süfrədən. Bəlkə də çay da kökəldir. Çay xoram, çox çay içirəm. Ola bilər. Deyir, darıxmışıq səndən ayrı, baş üstə, yayda məhərrəmlikdə. Gedim görüm, yıxıla bilirəmmi? Privet Qazaxstan. Qazaxstana da salamlar. Novosibirskə salamlar. Bu il 2-3 dənə toyum var Novosibirdə. Maşallah. Surgutda 2-3 dənə var. Novosibir, Kirov, Ufada çoxdur. Moskvada heç də. Moskva indi evin içidir. Sonra harada var? Yazın görüm hansı şəhər. Murmansk. Sonra hara var? Burada biraz kaçeldə gəzim. Yellənim. Ay. Görürsünüz bax. Burada hər cür yelləncəklər var dostlar. Ay Allah, qardan yerimə olmur. Baxırsınız bax, belə kaçellər var. Bu yelləncəklər biraz dardı. Sizdə gedim ora. Gedim o. Yeriyib gedə biləcəm. Hər gün təmizləyirlər yenə də. Orada var. Ana şir gəlir. Yox, bura Ryazansk prospektdir canım. Ryazansk prospekt. Metro Okskaya. Oy. Deyək. Kaç elimdə. İndi burada o birisilərin oturacağı balacaqdır. Ay. Bəh. Ay Allah. Kameranı çevirim. Hardan çevirirlər buna? Görüm. Vallahi bunu da bilmirəm. Xalqın uşaqları bic doğur. Mən hələ kameranı çevirəmirəm. Dayan görüm. Budur mu? Yox, bu da deyil. Bu nədir bəs? Yox. Hardan çevirirlər? Aşağıdan. Belə fırladım baxın. Səidəni buradan salamlayıram. Səidəyə salam göndərənlər yazın görüm neçə nəfərik. Ürəyinizdən dedi, hə? Və mən deyəndə niyə deyirdiniz? Nə işin var? Namik salamlayıram səni. Mənim dəli dolu dostum. Dostlar, Namik çox təktük, ürəyi təmiz olan dostlardandır. Mən Namiklə 20 ildə ailəvi dostluq edirik. Allah onun gözəl atasına rəhmət eləsin. Bu yaxından Tacir bəylə bir polemikalar oldu. Mən də qoşuldum. Çünki Namikin xarakterini bildiyim üçün qoşuldum ki, Namikə ərkim çatır. Başqa adam olsa baş qoşmaram. Yəni orada da Namik üçün dedim ki, yəni çetvert ifa var. O çetvert ifanı aşıqlar duymaya bilər. Bunu demək istəmişəm ki, yəni Namik sırf peşəkar toy müğənnisi olsa, Namik mənim fikirlərimlə razı olar. İndi Namik aşıqdır. Necə ki biz aşıq yaradıcılığına Namik qədər dəyər verənmərik, bunu demək istəyirdim. Mən gedim necə mən Dədə Ədalətə və yaxud da Aşıq Namikə və yaxud Dədə Ədalətin davamçılarına mən nə cür fikir bildirə bilərəm də? Bildirərəm, amma ola bilər səhv bildirəm. Bax, bu söhbət budur. Namiki də buradan salamlayıram. Mənim dəyərli dostum, əsəbləşmə. Haçan evlənirsən, sən qəşəng işlərə başın qarışdır. Tacir Şahmaloğlu toxunulmaz sənətkarımızdır. Mən indi dəyərli sənətkarımız Flora xanımla tutaq ki, o vaxt məhkəməli işimiz var idi. Allah canını sağ eləsin. Hər dəfə də bu mövzuya toxunuram. Pis niyyətlə yox, elə toxunmuram. İndi özümdən misal çəkirəm. Mən, ola bilər xarakterimiz tutmayıb da, onun mahnıya baxışı. Amma mənim ağzım əylərək mən desəm ki, düz o vaxtı zarafatla belə polemika vaxtı əşini olsun, oxuyur, oxusun da belə. Amma bugün ciddi bir söhbət eləyirəm ki, Flora xanımın səsi dünyəvi səsdir. Yəni, ola bilər, indi həyatda da hər şey olur. Ana ilə bala arasında da dava olur, söz-söhbət olur. Amma Floranın sənəti müqayisə olunmazdır. Yəni adamın ağzı əylər. Yəni belə. Yox canım, mən nə yaltaqlanacağım? Ələyim ələnib, xəlbirim də göydə fırlanır. Məhkəmə də oldu, bitdi, uddum, getdi. Sadəcə olaraq, cinayət məhkəməsində mən uddum.
Hər dəfə də bunu deyirəm. Yəni iki məhkəmə idi. O birisi mülkidə də dəyərli sənətkarımız uddu. Yəni pul uddu da, cinayətdə yox. Əsas mənim tali yüklü məsələm cinayət məhkəməsi idi. Orada da mən uddum. O pul məsələsi də hələ işim gücüm yoxdur, qurban sizə. Gələrəm inşallah, açarsa işləyərəm, eləyərəm, qaytararam. Oy mama. Bəh. Nəvələrimi gətirib burada belə yerləndirəcəm. Mişa, uşaqları götür gəl. Bəh, həyat budur, bax. Hələ quzuya baxın, quzuya. Bax. Bax, aşkıma baxın, quzu deyil, quzu. Tovuz quzusudur, görürsünüz? Ay mama. Şellənirəm mən. Hansı şəhərdir? Bir yazıb yaşına yaraşmır. Ay canım, valla. Cavan vaxtı, uşaq vaxtı. Cavanlığımı yaşamadım. Allah and olsun. Anaya bax, bacıya bax, uşağa bax, uşağı böyüt, bacı oxud, ana oxud nə idi? Yox, uşaq oxud. Sonra nə bilim ananın problemləri, həkim, ora-bura. Mən qara gün dağarcığıyam, biləsiz. Mən gəncliyimi yaşamadım. İndi gəlib çatmışam 47-yə. İndi gəncliyimi yaşamaq istəyirəm. İndi də belə adam bambulu kimi görünür də. Olsun, qoy mənə bambulu desinlər, amma ürəyim açılır. Gəl mənə addım, adını qəlbə yazdım. Gəl mənə addım. Yaxşı ki, Mamet xətrimə dəymir ki, bəsdir. Əvvəl deyirdi, gördü öhtəmdən gələnmir, daha başımı buraxdı. İndi özü ən böyük fanatımdır. Bir evdəyik, canlı açıram bu otaqda. O bir otaqda mənə baxır telefondan, çeriz telefon canlıda. Fanatıma çevrilib artıq. Niyə 1900? Başa düşmürəm. Niyə 2000 izləyicim? Mən nə bilim. Güya ki, bax, bu təbiət var. Güya bax, bu qarı, bu boranı, bu çoğunu gündə görürsünüzmü? Çox qəşəngdir. Nə yazır? Çox sağ olun. Son vaxtlar səhifəmdə pis şeylər yazmırsınız. Saçımı da papaq yapıqdırıb. Heç kimi deyir vecini alma. Yo, sizi vecimi alıram açığı. Mən papağı tərs qoymuşam ki. Dayan görüm. Dayan belə dostlar. Nə edirəm baxım. Üçün papağı tutsam. Üçün papaq deyirəm. Yox, tərs deyil. Burada bunun knopkası var imiş. Qabağı oynamasın deyə. Bu knopkanı tutundadım belə. Belə. Deyirəm axı, mənim başım niyə? Başımda bax. Qəşəng. Deyirəm axı, papaq başımdan niyə sürüşür? 3 ildir papağı da qoyuram. 3 ildir knopkasını bağlamam. Bu da sizin bana xeyriniz. Mişa gəlsəydi, oradan baxsaydı deyərdim. Uşaqları götür, gəl Mişa. Bəh, nə gözəl də. Allah hamd olsun. Səidə deyir, nə deyir? Səidə. Sizinlə yaşayan qocalmaz. Mən də hamısını Səidə oxuyuram. Səidə son vaxtlar maşallah olsun gündəmi sirkəliyib. Elə makyajsız deyir, nə gözəlsiz. Valla Mamet mənə həmişə deyir ki, toya belə git. Deyirəm, yox, kompleks. Əvvəldən öyrənmişik də ki, makyajsız getmək olmaz deyə makyaj ilə. Neçə dərəcə soyuqdur? Mənfi 10 var rahat, 15-10, nə bilim belə. Amma şeydir də, külək yoxdur deyil. Əl donmur. Necə qorxmursan? Yox, burada gecə, bax, gəl indi bu mövzudan danışım sizə. Mən şəxsən, bizim Bakıda da işimiz səhərə yaxın gəlirdik də evə. Burada da bir də görürsən ki, məsələn, sabah studiyadayım, gecə yarı gedəcəm. Burada gecə də gündüz. Nədən qorxurdum bilirsiniz mən? Sahibsiz itlər olur da məsələn. Mənim əvvəlki evim indi Bakıda Nərmanovdadır evim. Amma əvvəlki Nərmanovda yox, 28-dədir. Amma əvvəlki
Amma əvvəl Onram qoy bir dənə də yelliyim. Yellədim. Gəl mənə addım addım, gəl mənə addım addım. Adını qəlbə yazdım, adını qəlbə yazdım. Kişinin qızı tutuzdurub da Amerikada qlobala düşüb ay dostu. Halal olsun, buradan salamlayıram. Qızın adı nədir? Şəlalə Səsli. Heç görürsünüz, təzə çıxan mahnıları belə əzbərləmirəm. Mən də oxuyacağım. Qoy qız biraz oxusun. Yeni sezonda. Afətlə üzünə. Bəli, bəli, bəli. Bax, bu Şahiq Abbasov var. Bu köpəyin oğlunu tutasan, o qədər çırpasan, ağzına döyəsən. İt oğlu. Burada tərbiyəsiz söz yazır. Cəhənnəm ol da. Attım bloka. Bir dənə deyir, nə mənən dana, bir naxırın adını batırır, lətifəsi bizdən sizdən uzaq. Bir dənə cındır, bir belə gözəl mənzərəni pozurdu. Attım bloka. Ged özünü as da, ay Şahiq. Özünü as. Nakişi. Çitaya salamlar. Niyə yatmırsınız ay balam? Çitada indi səhərə yaxın 4'dür. Yəqin nəsə oruca qalxmısınız yəqin. İmsaka. Rusiyada deyir, yaşadığım günlər yadıma düşdü. Haradır bura? Həyətimiz. Bax, mən kulturunu danışmaq istəyirəm. Bax, görürsünüz, moderatorluqda verməmişəm. Son bir həftədir moderatorsuz canlı açıram. O qədər mədənisiz, fəxr eləyirəm. Deyirəm, ay Allah, nə yaxşı. Biz də belə mədəni olarmışıq da, açığı təəccüblən. İndi bir dənə o Şahiq kimi şərəfsiz gəlir burada lazımsız söz yazır. Mənə yox ha. Prosta yabıçı şeylər yazırdı. Nə onlar delələrini də polis tutub çəri basardı, ay Allah. O birilərə də dərs olardı. Onsuz da bir ucdan tuturlar. Yaxşı da eləyirlər. Ağıllı olsunlar. Hə də nəyə lazımdır? Burada cəmaatın anası var, bacısı var. Mənim geyimim normal, danışığım normal. Siz baxın da görün kimin canlısındasınız. Siz bilmirsiniz ki burada əlbəttə hər özünə hörmət qoyan insan. Bir telefonumu bura yerləşdirim. Ay dostlar, dəqiq. Telefonumu qoymağa da yer yoxdur. Yəni qar hər yerə tutub. Nə bilim, nə yazırsınız? Elə biləm mədəni yazırsınız. Mədəni yazmayanın da mədəni yazanlar payını versin. Neyse, getdik. Əllərim üşümüşdü. Gedək, orada dinglaxoç var, onda da biraz dingildiyək. Siz nə deyirsiniz onun adına? Belə uşaq vaxtı dinglaxoç deyirdik. Ay. Qoz alma yemisiz. Hə, qoz alma yeyəndə bilin ki, canlı açıram. Hə, mən açan canlı açıramsa bilin ki, qoz almadır. Canlının səbəbi. Bax, bu da nədirsə, açığı başım çıxmır. Qonşuda görməmişəm, evdə bişmir. Bax, bu nədirsə. Bax, belə fırlanırlar bunun üstündə. Belə. Görün bir də. Ay, ba, nə qəşəkdir. Qəşək klip çəkdirmək olar burada belə. Güya ki, kamera fırlanır. Gedin bir də orada. Dinglaxoçda da yerlənim. Dostlar, buna baxırsınız. Belə meşədən şalbanı kəsib gətirib burada dinglaxoç ediblər. At kimlər belə. Baxırsınız, o tərəfdə də Mamedə oturdacam. Mən sizə söz verirəm, gələn həftə burada Mamedlə dinglaxoçda. Oy da. Hə, bunu uşaq üçünmüş bu. Biraz burada səhv dedim, yox. Mamedlə mənlik deyil bu. Uşaq üçündür. Səhv dedim. Deyirəm, mənim üzümə niyə belə qəribə baxılır. Baxın, qaçın buradan da belə. Bu da idman şeylərdir. Buradan da sürüşürsünüz. Buradan da. O da sürüşmə şeyidir. Aha. Bütün şərait var. Bütün binalar belədir. Əgər bina tikirsənsə, həyətdə bunlar olmasa istifadəyə verilə bilməz. Bütün binalar belədir.
Yoruldum. Ləhlədim buraya. Gedim məkanda 7 mərtəbə. 5 qonaq ən gözəl olmalı. Liftlə qalxmaq mənimlə qalxar. Qar bizdən bilir. Gəzirim siz biraz da, yoxsa bəsdir. Çok qəşəng yer, çox. Adam burada deyirsiniz, darıxmırsınız. Yəni çox burnumun ucu görünür həyətimizdən ötürü. Çünki vaxtım olur mu ki heç düşəm. Bakıda həyətdə yer qalan kimi bina tikirlər. Saat neçədir burada? 9'a işləyib 13 dəqiqə. Hər yerində tanıdıq, daha bəsdir. Gelin bir dənə də kakao içeyim dostlar orada. Kokudan zaten. Evdə ləzzət eləmir. Aa, beşim gəlib. Qoy görün bir. Gedək sizə göstərim. Görün bir şərfim gəlibdi. Onu da götürək. Niyə qorxuram? Burada yox. Burada gecə səhərə qədər həyat var. Hər yer belə işıqlıqdır. Mən gecə səhərə gəzirəm də burada. Hər şey yox. Bu darazdan da heç kim girəməz. Baxırsınız? Bizə məxsusdur. Buna geçəcəyim. Buna baxın siz aydınızdır. Geçəcəyim. Kukuladır, kukula. Kukula. Gördünüz? Nə gündəyəm ay qara qız. Mamidə qəbuldur. Mamidin canına qəbuldur. Neyniyim ne? Ağzım əli gözüm çaşdı da. Eri qılça, ağzı eri göz çaş. Nə varım? Arada göz də vurum da. Birini işlədim. Bir telefon. Tak. Ne olmur? Gülmək olur. Ne olmur ki? Böyle burada gülürük də. Ay da telefonum düşdü. Ay. Sizə telefon aldıracağım dayan. Amid evdədir. Uşaqlara baxır. Baxır da deyəndə ki, dedim çöldən indi gəldi. Dedim çıxım biraz gəzim. Ama gəzməklə arası yoxdur. Siz niyə? Bu adam papaq qoyanmır. Biabırçılıq da Allah haqqı. Mənfi 20 dərəcə maruzda da başa çıx gəzir. Bunlarda da pis baxırlar bir şeyə. Əlcəyimi axtarıram da yaxın. Biri əlimdəymiş, mən onu axtarıram. Bu da bizim garajımıza gedən yoldur. Fikir deyil, yox. Biskot. Gelin. Şərfim bir tərifdən şərfim gəl. Tutur. Aa. Gedək görək. Ninjalara oxşayıram dostlar. Yok, Kamınarka değil. Ben sevmedim Kamınarkanı. Getmişdi ev alanda, orada baxdıq. Kamınarkaya getmək üçün Moskvanı çıxmalısan. Xeyli yol getməlisən. Ora kənardır. Здрасте. Вы тогда оформили возврат? Не. Стрит-код. Вот. Не получилось? Пока есть. Ничего. Olay xəbər.
salam. Səndən danışırdım belə. Açın, dostlarım. Teşekkür ederim. Все. До свидания. Teşekkür ederim. Beğendiniz. Rengi ben belə rəngli şeylər qoşdum. Hə, azon, mən azonu sevirəm. Malberstə veçerni geyimlər qəşəng olur. Burada da belə şeylər. Kitaydan gətirtmişəm. Hər rəngin yolda dindi gəlir. Yeni sezona çoxlu belə şeylər almışam. Rəngli, yarki şeylər. Partladacaq sizin müğənni. Oyda, toy nətər yağıbsa başım. Alır çatdıramıram. Bakıya sifariş olmur, yox. İnşallah sizdə də olar, Allah qoysa. Gedim biraz da şeye. Görün burada kakao içim. Bir bacılığım var burada. Büyüm məni restorana dəvət eləmişdi. Axıdım olmadı. Bildim gedib yiyəcəm. Yemək yerlərindən qaçıram. Bu bir nömrəmi yox da, bu bir sən yox. Şu buna yox. Yəqin, Ümid Xəlim yəqin deyəcək evə qaydı evə. Dostlar qoyulmuş. Yəni, turşuya mı qoyacaq, nə varır ki? Ay, dayan. Bir şey saldım. Salam. Qazan şəhərinə indi dəftərə baxıb yazaram. İstədim deyim, geyimləri hazır kazandım. Nədən kişi? Nə düşdü ki? Mən şeyi atdım. Ay, perçatka da. Ay, spasiba. Ama səni yığdığıma görə indi düşdü əlcək. Düşmədi, canlıda da yazdılar. Nə düşəsdi ki? Şeyin üzüyü də atdım zibil idi. Hə. Yaxşı. Hə. Ay səsidir. Az sənin ərin səsidir, ay səsi. Mənim kişim elə deyim. Uy. Oturmaq yerdə. Добрый вечер. Работаете, да? Попить? Что есть? Капучино. Кофе, водичка, сок, корсики. Горячий нет? Вот. Ага. Подсказать, вы капучино хотите? Капучино или какао? Есть какао. Какао горячий, да? Горячий. Дайте. Средний. Хорошо. Все? Все. По карте наличные? По карте. Очень горячий. Очень, да. Пожалуйста, вот здесь На можно. улице холодно. Dostlar gördünüz mü? Kakao. Kakao da kötüden şeydi. Neden? Ne girmişsin? Sizin müğənniniz ciddi səhv danışıram. Nə bileyim? Yox, qəşəng. Все, я здесь. Dostlar, burada da otururam, qəşəng.
Yola baxıram, yolla gedənlərə. Sıfır danışıram, çox sağ olun. 3 ildən, 4 ilə, 4-5 ilə eşək də danışıram. Yaxşı danışıram. Hələ harası? Şəbnəm 8 il Rusiyada yaşayıb. Şəbnəm, mənim də bir Şəbnəmim var, elə yazıq qızım. Zad edirəm. Misal çəkirəm. Mən neyiniyim, aşıq gördüyüm çağırır. Şəbnəmi çox istəyirəm da ona görə. Hə, Buxankadayım. Buranı xoşlayıram. Ben sabah kadar. Без сахара, если можно. Там уже состоит. Или чуть-чуть. Ага. Там уже есть. Нормально, да? Это идет как шоколад. Ага. Спасибо. Çolkamı uzadıram ay dostlar. Çolkamı belə uzadacağım və belə yığacağım. Buradan belə ay qızlar. Sizin sifarişinizlə. Elə bilirəm ki, yaraşacaq. Saçımı papaq yapıqdırırdım. Şey bax, özümüz yüklər burada. Şirindir. Mən pis yazanı görmürəm. Sakitcə blok atıram, yana-yana qalır, partlayır. Yalçın, hazırlaş. Martda gəlirsən Moskvaya. İndi bəlkə səndən danışırdım. Deyirəm ki, Yalçının yeri. Gəl burada bir hopqa verək. Çəkiliş eləyək qəşəng. Məhrəmdə də gələndə tətilə çıxmasaz bir dənə sənə, bir dənə də həmin Zaura. Всё. Başqa heç bir efirə gedən deyiləm. Salam, yeni afət fanı var burada. Bakıda niyə yaşamırsınız? İşim, ərim burada da canım. Mamidə sual verin. Mamid qoymur, neyniyim? Hansı fikrim? Ağa görə mən Kazandan toy gəlib. May ayının 30'u. Bugün 4 dənə bir almışam. Bugün nə günüdür, maşallah olsun. Dürüst insansın, çok sağ olun. Ələman xanım, boşam, yazdım qiyməti də. Ağzı ər göz çaş. Ağzı ər göz çaş. Ne kadar yazdım? Sirdi. May ayında çok baha demirəm. Çünkü şeydi. Azərbaycan puluyla 5000 manat. Həşlər də var axı, təyyarə var, otel var. Ərim Gülbəniz xanım. Ərim hanı? Neyirsən ha Gülbəniz xanım? Mən sənin ərini soruşuram.
kök sarımsaq, qozalma, əla. Öpürəm, hə, bunlar. Görürsün, içdiyim kakao. Müğamlərə deyirəm, kakao raspevkası ilə zəngülərini açıram. İndi burada eləyə bilmərəm, deyirlər dəli olub bu. Kakao, belə eləyirsən, səs açılır. Добрый вечер. Ой, ну что? А как так? А вот. Hə, şeyi onunla açıram, raspevkanı onunla eləyirəm. Да, что они не остались? Çox sağ olun İlkin bəy, mən də sizi çox istəyirəm. Я Allah выбивать. sizi var eləsin. Nə yaxşı ki varsınız. Nə yaxşı ki mənim efrimdəsiniz. Bəzi aparıcılar ki var elə. Hə, onlara udar qoyursunuz ki, biz afətə baxırıq, sizin verilişə baxmırıq. Efirə baxırsınız yoxsa afətə? Səidə Sultanın dediklərinə münasibətin Celil yazır. Düppədüz. Da diva düz ha, yəni başqa söhbət olanmaz. Başqa söhbət yox. Elə mənim dediklərimdə Kurqan, və onu deyirəm də, siz canlıma yəqin təzə gəlmişsiniz. Mən çöldən video çəkəndə, bir də tətillər, ora-bura uçanda qış vaxtı 6-7 dənə vadalaskan var. Yaşıl, qırmızı, 2 dənə qara, mavi, boz, bardov var. Hə, hər dəfə bunu birinci eləyirəm. Səbəb də nədir? Səbəb budur, bax.